Salam değerli Hərrac qrupu izləyicilərimiz, sabah Hərraca çıxacaq. Sizə avtomobilləri qısa formada göstərmək istəyirəm. Bir dənə 2019-un belə bir Aguası var. Sabah çıxır Hərraca. Parça salondur, açarlandı. Ümumi olaraq səliqəli bir maşındır. İki tərəfli multiroldu. Bundan əlavə 86.000 yürüşdə 2019-cu ilin belə bir filtri var. 2019'dur, 86.000 yürüşdədir, start stopdur. Amma açarsız daxil olması yoxdur. Amma zolaq tanıma və s. var. Ümumi olaraq səliqəli bir avtomobildir. Ondan əlavə olaraq bir dənə də belə bir Agua var, 2019'dur. 46.000 yürüş yazılıb üzərinə. 46.000 yürüşdədir. Maşına hər tərəfli baxaq, görək nəyi var, nəyi yox. Belə bir üzlüklərdir. Yəni bir sizə kocalı ilə deməsin kimsə ağdərib, üstünə sadəcə üzlük çəkilib. Belə bir sadə komplektasiyadır. Yəni çox da belə full deyil, orta deyək də. Bir dənə də var 2019. 34.000 yazıb yürüşünü. 2019 30-cu maşın. Bir dənə də budur. Salonun vəziyyətinə heç 34.000 oxşamır, amma rolun vəziyyətindən oxşayır. Yəni salonu biraz çirklidir. Ya bilmirəm, kargoda gələndə açıq qalıb, şüşələri açıq qalıb, amma rolu oxşayır rolun vəziyyətindən. Açarsız daxil olmadı. Start stopdur. Kimsə pint adam olub yaman. Deməli, bir dənə də var 2017 var. 105.000 yürüşdədir. Bir dənə də bu maşın var. Bunu da göstərim mən sizə. Qısa formada kimə maraqlı olsa bunları Hərracda oynamaq üçün 055 834 3405 nömrəmizə yaza bilərsiniz. Yazın, zəng vurun, depozitinizi yerləşdirin. Sizin üçün bu maşınları Hərracda oynayıb alaq. Ben hamısını çalıştığım bir videoda göstərim. Həmçinin bizim WhatsApp qrupumuza üzv ola bilərsiniz. WhatsApp qrupumuzda hər gün bu avtomobiller haqqında detaylı məlumatlar paylaşılır.